Mən onluq kəsirlərdəydik, səhv eləmirəmsə. Onun kəsirləri xatırladın mı təzədən bir də? Bəli, zəhmət olmasın. Aha. Vergüllə olanlara nə deyilir? Onluq Onluq kəsirlər kəsir. deyilir. Məsələn, vergüdən sonra bir rəqəm var, Nərmin. Bir dənə sıfır olan nədir? 10'dur. 10, 0,10'da neçə oxunacaq? 3 oxunacaq. onda 3. 10'da 3. 0,32. Vergüdən sonra 2 dənə rəqəm var. 0,32. 0,32. 0,343. Vergüdən sonra 3 rəqəm var. 3 dənə sıfır olan nədir? 1000'də müəllimə. 0,1000'də neçə oxunacaq? 34. 343. 343. Değil mi? İndi Bəli. 0,3'ü vur ona. Ne eləyir? Vergüdən sonra bir rəqəm varsa, bir dənə sıfırla vergül gedir. Nə qaldı? 0,3 müəllimə, 3. 0,32'ni vururam nəyə? 100'ə. Vergüdən sonra 2 rəqəm var. 2 dənə sıfırla bu getdi. Nə qaldı? 32. 32. 0,343'ü vur 1000'ə Şəfa. Neçə eləyir? Vergüdən sonra 3 rəqəm var. 3 dənə sıfırla getdi. Nə qaldı Şəfa? 343. 343 qaldı. İndi Nərmin. Keçək bölünməyinə. 34'ü böl 10'a. 34'ün özünü yazıram. Bir dənə sıfır arxadan bir rəqəm ayırıram. Neçə oldu? 3 tam, onda 4. İndi 52'ni bölürəm 100'ə. 52'nin özünü yazıram. 1, 2, 0. Arxadan 2 rəqəm ayırıram böləndə. 1, 2 rəqəm. Neçə oldu? 0 tam, %52. Ay sağ ol. 833'ü bölürəm 1000'ə. 833'ün özünü yazıram. 1, 2, 3. Arxadan 3 rəqəm ayırıram. Neçə oldu? 1000'də 833. Aydın oldu mu? Bəli, müəllimə. Müəllimə şəfa qoşulmayıb, yoxsa? Şəfa qoşulubdu yox. Qoşulubdu. Qoşulubdu yox. Aha. İndi 432'ni bölürəm 10'a. 432'nin özünü yazıram. Müəllimə, mən qonaq evdə deyiləm. Mən ekran kaydı götürə bilərsiniz. Aha, yaxşı. Göndərərəm. 400 Ata bilərsiniz mənə. Aha, yaxşı. 43 tam onda neçə oldu? Yaxşı, oldu. 43 tam onda neçə oldu? 43 tam onda 2. 2 oldu. İndi Nərmin. Keçək məsələn 4'ü bölək 100'ə. Nərmin 4'ün özünü yazacağım. 1, 2, 0. Arxadan neçə rəqəm olmalıdır? Nərmin 2 dənə 0 varsa. 2 rəqəm 2 olmalıdır. müəllimə. Bəli. Bir çatmır. Onda birinin yerinə nə qoyacağım Nərmin? 0'dan 0 tam müəllimə neçə olur? 0 tam burada 4. %4. Aydın oldu Nərmin? Bəli. Aha. İndi adi kəsirləri xatırladım. Nərmin, 2'də 1 üstə gələk 3'də 4. Nə edirdik Nərmin? Müəllimə 2'ni 3'ə vururduq. 6. Birini də 3. Aşağıya bölürəm, üstündə yazıram. Aşağıya bölürəm, üstündə nə edirəm Nərmin? Yazırıq müəllimə. Yazırıq. Diyanın bircə dəqiqə Nərmin. Bir nəfər var. Aha. Qoy görüm. Yox, o onda qoşulacaq. O sizlə qoşulmur. Turanədir müəllimə. Yox. Turanə saat onda qoşulur. Aha. İndi bir üstündə 3'ə vururam. 3, 4'ü 2'yə vururam 8. Üstündəkinə vururam. Neçə oldu? 6'da 11. 6'da. Nərmin, 6'da 11'i özgə necə yaza bilərik? 11'i 6'ya bölürəm. 1. Bir nədir Nərmin? Tam. 5 nədir Nərmin? Qalıq. Qalıb. Bir kəsrin qabağında yazılır. 6 olduğu kimi yazılır, 5 də harda yazılır Nərmin? Surətdə. 1 Surətdə. 6'da 5. Necə kəsr oldu Nərmin? Onluq kəsirdə. Danışıq kəsir.
həm Qarışıq. tamdan, Bəli. həm kəsirdən ibarətdirsə. Necə kəsir oldu Nərmin? Qarışıq kəsir oldu. 7/3'te 1 necə kəsirdir Nərmin? Qarışıq kəsir. Qarışıq kəsirdən düzgün olmayan kəsirə keç Nərmin. Necə eləyəcəksən? Yine 3'ü vururuq 7. Ne gəlirik 1, 22. 3'te 22. Aydın oldu. 3'te 22 Bəli, müəllim. necə kəsirdir Nərmin? Düzgün olmayan kəsir. Düzgün olmayan kəsirdir. Ay sağ ol. Bəs surət məxrəcə bərabər olarsa 3'te 3 necə kəsir olur Nərmin? Düzgün kəsir. Yox, düzgün olmayan. Düzgün olmayan. Bir necə kəsirdir Nərmin? Yuxarıda Düzgün kəsir. Düzgün kəsir məndə. aha, bir surət məxrəcdən kiçikdir. Düzgün kəsir. Bəli. Nərmin 3'te 4'ü vur 3'te 1'e. Necə vurulur Nərmin? Müəllimə surətə yox. Aha, məxrəcdə nəyə vurulur Nərmin? 9 bəli. İndi Nərmin 3'te 4'ü böl 3'te 1'e. Necə olur Nərmin? Müəllimə surət Kəsir. olduğu kimi qalır. Kəlmə nəyə keçir Nərmin? İkincini İkincinə əksinə nə olur Nərmin? bəli müəllimə əksinə yazırıq. Yəni düzgün olmayan. 3 dənə ixtisar getdimi Nərmin? 4'te 1 qalır. 1'də 4 qalır. 4'ü də 1'ə böləndə neçə qalır Nərmin? 4. 4'ün özü qalır. İndi gəlin buna aid misallar həll edək. İndi gəl, əkö və bobu da izah eləmişəmmi Nərmin? Bəli müəllimə onları keçmişik. Aha. İndi bir dəqiqə kitabı gətir. Adi kəsimlərdə. Nərmin, 17'də 36'nı hərəsindən bir dənə eləyə gedəcəm. Qarışıq ədədə çevirin. 36'nı nəyə böləcəm Nərmin? 17'ye Neçə düşür? 2, 4 2 nədir Nərmin? qalır. 2 nədir? Ay sağ ol. 2 qabaqda yazılır. 17'də neçə oldu Nərmin? 2 2/17'də 2. Necə kəsir oldu Nərmin? qarışıq. Qarışıq kəsir oldu. İndi Nərmin bizə deyir ki 3/7'də 1'dən düzgün olmayan kəsirə keç. Müəllimə 7'ni vururuq 3'ə, 21, üstünə gəlirik 22. 22'də 7. Niyə? Aşağıdan oxumur mu məxrəcdən? 7'də 22 müəllimə, 7'də 22. Ay sağ ol. Onluq kəsirə keçin. 2'də 1'i onluq kəsirə keçin. Nərmin, biri nəyə böləcəksən? Kəsir xətti nə deməkdir? Bölmə. 2 olur. 0,5. 10'da 5. 10'da 5. Bunu tez onluq kəsirə keçmək üçün məxrəc sıfırlardan ibarət olmalıdır. Məxrəc sıfırdan ibarət olmaq üçün bunu neçəyə vurmalıyam Nərmin? 5'ə. Bunu 5'ə vuranda bunu neçəyə vurmalıyam Nərmin? 10'da 5'ə. 10'da neçə oldu Nərmin? 0'da 5. Bu da 0/5. Tamam, bəli. 0/5. İndi Nərmin 4'də 1'i onluq kəsirə keç. 4'ü nəyə vurmalıyam Nərmin? 100 olmaq üçün sıfırlardan ibarət olmaq üçün. 25'ə müəllimə. 25'ə. 100'də neçə oldu Nərmin? 25. 25'in özünü yazdım. Bu da neçə oldu? 0'da 100'də 25. Aha. Laf da bilməyəndə biri nəyə böləcəm Nərmin? 4'də orada da 0 tam bəli 25 düşür qalır. Aha. Vercinlə olanlar necə kəsirlərdir Nərmin? Onluq. Onluq kəsirlərdir. Ay sağ ol. İndi Nərmin, adi kəsirə onluq kəsirə keç. 20'də 3. Bunu nəyə vurmalıyam Nərmin? 5'ə müəllimə. 100'də neçə elədi Nərmin? 15.
0,15. Aksiyon. İndi Nərmin bizə deyir ki 0,333 nöqtələr. Bu nə deməkdir? Nərmin yaza dura bilərəmmi? 3, 3, 3, 3, 3, 3. Xeyr müəllimə. Ona görə bunu necə yazırıq Nərmin? 0 tam, yəni dövr elədiyinə görə dövrdə nə yazıram Nərmin? 3. Dövrdə 3 yazıram. Ay sağ ol. Nərmin, dövrdə 3 nəyə bərabərdir? 9 dövrün sayı qədər nə yazılır? 9. 9-da neçə oldu Nərmin? 3. 9-da 3 oldu. İxtisar gedir. Neçə qalır Nərmin? 3'te 1. 3-də 1 qalır. İndi Nərmin 0,45 Aha. Nərmin, bunu necə yaza bilərsən? 0,45 dövr eləyirmi? Burada 45 gedirmi? Xeyr müəllimə. Getmir. Neçə dövr eləyir? 34, 34. 34. Nərmin, bir dövrün sayı qədər mötərizə dövr deməkdir. Dövrün Bəli. sayı qədər nə yazacağam Nərmin? 999. Bunu 99. tamaşı qoy Nərmin. 4500 neçə oldu? 4534. Çıxıram arasındakı vergüllə mötərizənin arasındakı ədədi. 45. İndi çıxaq. Müəllimə 4489. Bölünsün neçəyə Nərmin? 99'a. 9-a ixtisar gedirmi? Gəl baxaq. Rəqəmləri Dokuz cəbləməlisən. 9 gedir müəllimə. 8, 16, 25 getmir. Elə saxlayıram özümü. Aydın oldu mu Nərmin? Bəli müəllimə, bəli. 9-a bölmək üçün rəqəmlərini cəbləməliyik. Şöyle bölünür. Sonra Nərmin 0,24 gedir. Neyəcəm Nərmin? Müəllimə dövrdə 24. 0 tam dövrdə nə yazacağım? 24. 24. Dövrün sayı qədərinə yazıram Nərmin. 99. Müəllimə 24 dövrdə. O İxtisar neçə gedir. oldu Nərmin? 33'te 8. 0 tam 43, 34, 33 nöqtələr. İndi bu necə gedir Nərmin? Müəllimə dövrdə 33. Niyə? 433 getmirdi. Bəli, bəli, bəli. 433. İndi nə olacaq Nərmin? Dövrdə 999, daha doğrusu kəsirdə, məxrəcdə. O da müəllimə ixtisar gedir də, hə. Getmir. Bu 10 Getmir. eləyir. Bu da 9 Hə, getmir. Olduğu kimi qalır. Aha. Sonra 0 tam 20, 22 nöqtələr. Necə olur Nərmin? Müəllimə dövrdə 22. 0,22. 0 tam qabaqda da nə var? 20. Mötərizənin qabağında yazın. 99. Tamam. 2022-dən nəyi çıxıram Nərmin? 20'ni. Neçə eləyir? Müəllimə 2022'dən 20 çıxanda 2002. Yox, bəs oldu. Aydın oldu mu? Bəli, bəli. Adi kəsrə keçin deyir. İndi 0,055 nöqtələr. Adi kəsrə keçin. 10.000-də neçədir Nərmin? 10.000'də 0,555. Nərmin 55. 555'dir. Nərmin 5'ə ixtisar gedir. Neçə qalır? 111. Bu da neçə oldu Nərmin? 2000. 2000'də neçə oldu? 111. Bu 2'ye getmir, bu 2'ye gedir, bu da 3'e gedir, bu da 3'e getmir. Aydın oldu mu? Bəli müəllimə.
Sonra 0 tam dövrdə 5-i deyir, adi kəsrə keç. Necə keçəcəm Nərmin? E, Məlmə şeydir 99 99-da nə yazacağım Nərmin? 15 3-ə qısar gedir. Neçə qaldı? Sadəcə Məlmə 33-də 5 bəli. 33-də 5. 4-də 1-i 5-də 3-ə vur. Nə eləyir Nərmin? Bəli, surətləri bir vururuq. Aha, bunu da buna vururam. Neçə oldu Nərmin? 20-də 5. 20-də 3. Sonra 6 tam 54 dövrdə 12. Neçə olacaq Nərmin? Məlmə 99 99 12 Vergüllə mötərizənin arasındakı qədər nə yazırıq Nərmin? 0 məlmə. 0. O fikrimdən çıxıbmış. 5412-dən də nəyə çıxacaq Nərmin? 54. Yox, bu da nə oldu? Odur. İxtisar gedirsə, ixtisar edəcəksin. 5358. İndi 7 tam 1 dövrdə 122. Nə eləyir Nərmin? Məlmə deməli 999. Bir də məlmə 0 qoyuruq arxasına bir dənə. 999 bir dənə 0 122-dən də nəyə çıxıram? Biri 7 tam bölmədə yazılır. Kəsri qabağında 7 tam da. Bəli, bəli. Mən yorulmuşam, ona görə diqqətsiz olmuşam əvvəlcə. 7 tam 121, bu da neçə elədi? 9990. 90. Vəssalam. Aydın oldu mu Nərmin? Bəli, məlmə, bəli. Bunları başa düşdü. Məlmə biz faizi nə vaxt keçəcəyik? Onu da bu dərs keçirik yoxsa? Yox, sabahları keçərəm. Yaxşı. İndi Nərmin? 15-dən çıxılan -3-ü nə eləyir Nərmin? Mənfiyə deyəndə müsbət olur. 15-in üstünə 3 gələndə neçə oldu Nərmin? 18. -6-da 5 çıx -5-də 3. Nə eləyir Nərmin? Mənfiyə dəyər məlmə müsbət olur. İndi 6 ilə 5-ə 30. Aşağıya bölürəm, üstündə yazılıb. Aşağıya bölürəm, üstündə yazılıb. Mənfi neçə oldu Nərmin? Bu mənfi surətdə yazılır həmişə, məxrəcdə yox. 30-da -25. Üstə Üstə gələk. gəlir 18. Mənfi 7, bu da 30-da nə oldu? Mənfi də qabağa gələ bilər və ya belə verə bilər. Aydın oldu mu Nərmin? Məlmə. İndi kəsrlərin müqayisəsinə keçək. 18-də 3, 18-də 7-dir, müqayisə elə. Nərmin, məxrəclər eynidir, düz deyilmi? Bəli, məlmə. Müxtəlif olanda ayrı-ayrı eyni vuruğa gətiririk ortaq məxrəcə və surəti. Burada eynidirsə gətirmirsən. Deməli, 3 qarpızı 18 adam arasında bölsənmi çox yeyə bilərsən dilimə? Yoxsa 7 qarpızı 18 adam arasında bölsənmi çox yeyə bilərsən dilimə? 7 qarpızı 18 adam arasında. Aha. Aydın oldu Nərmin? Məlmə. Belə yadında saxla. İndi də görək. 24-də 5, 24-də 8. Hansı böyükdür? Müqayisə edin deyir. Hansı kiçikdir? Məlmə 24-də 8 böyükdür də. 24-də 8 nədir? Nərmin, 3-də 2, 4-də 1. Eyni olan var mı burada Nərmin? Xeyr, eyni deyil. Məxrəcləri istəyirsən gətir, istəyirsən surətləri. Hansı asandısa onu gətir. 3-dən 4-də ortaq məxrəc Nərmin? 12, 12 3-də böl. 4, 12 4-də böl. 3.
Aşağıya bölsən üstə yazırsan. Aşağıya bölsən üstə yazırsan. Üstündəkini vurursan. Neçə oldu Nərmin? 8-də 12-də 8, 12-də 3. Hər kəsi öz altından yazırsan Nərmin. Bilmək üçün. İndi hansı böyükdür? Müəllimə 12-də 8. 3-də 8 hansı kəsr idi? 3-də 3-də 2. 3-də 2 kəsr. İndi Nərmin 135-də 4 verir. 125-də 3 verir. Nərmin, məxrəcləri tək məxrəcə gətirmək çətindir, düz deyilmi? Böyük ədəddir. Ona görə surətləri nə edəcəm? Topluyorsunuz. Niyə ki, Nərmin? Müqayisə etdim deyir. Bəli, müəllimə müqayisə. Surətləri deməli- tək məxrəcə gətirək də surətlər asan olacaq, düz deyilmi? Bəli. Ötən 3 ortaq məxrəc 12. 12-ni Nərmin, 4-ü neçəyə vursam 12 eləyir? 3-ə, 3-ü neçəyə vursam 12 eləyir? 4-ə, 12, 125 vurulsun 4, 12, 135 vurulsun 3. İndi vuraq. 15 bir yaz, 9 11 yazda 405, 0 yazaq 2 yazda 11 yazda 500. Hansı böyükdür Nərmin? müəllimə 500-də 12. Niyə Nərmin? 12 qarpızı 500 adam arasında bölsən də çox yeyə bilərsən. Bəli, 12 müəllimə. qarpızı 405 adam arasında bölsən mi dirimi çox yeyə bilərsən? 12 qarpı, müəllimə 405. Hansıydı o 405 olan? 135-də 4. Aydın oldu mu? Bax qarpız Bəli. yazmışsan. Bir var məxrəcləri eyni, bir var surətləri eyni. Sonra 6-da 5 ilə 5-də 4-ə. Ortaq məxrəc neçədir Nərmin? Müəllimə 6, müəllimə 6-nı belə olanda vururuq 5-ə 30. Aha. 30. Bəli. Neçə oldu Nərmin? 36-ya böl. Neçə düşür Nərmin? 5, 30-u 5-ə böl. Neçə düşür Nərmin? 6, 5 üstündəkinə vur. 25, 24. Hansı böyükdür Nərmin? 30-da 25. 6-da 5 yəni. Ay sağ ol. Bunlar da aydın oldu mu Nərmin? Bəli, müəllimə, bəli. İndi bəs belə bilirsən necə eləyəcəksən? Bax, onda diqqətli ol. 18-də 20, 42-də 44, C bərabərdir, 68-də 70. Nərmin, 20-dən 18 çıx, neçə qalır? Böyük ədədlər olanda belə. 2, 44-dən 42 çıx, neçə qalır Nərmin? bəli, müəllimə. 44-dən 42 çıx, neçə qalır Nərmin? 2, müəllimə, 2. 70-dən 68 çıx, neçə qaldı Nərmin? 2, Fərqlər eynidirsə, ən böyük olan ədəd hansıdır? O böyükdür. bəli, Aydın oldu mu? bəli, müəllimə. Bunları böyükləri ortaq məxrəc, ortaq surətə gətirmək çətindir axı. Ona Bəli, görə bəli. dinlədim, fərqlərinə bax. Aydın oldu mu Nərmin? Bəli, müəllimə. Eyni olanda belə olur. Eyni olmayanda yox. İndi A bərabərdir 5-də 4, B bərabərdir 8-də 7, C bərabərdir 13-də 12. İndi de görək Nərmin. Müəllimə, bir dəqiqə. Deməli, müəllimə 5-dən 4 çıxırıq 1, 8-dən 7 1, Aha. 12-dən də 13 1. Ah. Ən böyük müəllimə 12-də 13. 12-də 13-də 12 daha doğrusu. Aha. C Bəli. böyükdür. B-yə böyükdür A-ya. Arsa. Aydın oldu mu Nərmin? Bəli, müəllimə. Müəllimə, bu günləri 21:40-da dərsi sonlandıra bilərik zəhmət olmasa. Aha, yaxşı.
Ancaq sabahları vaxtında qoşulun. Yaxşımı Nərmin? Bəli, bəli, müəllimə, bəli. Sabahları saat 10-da olacaq da. Yaxşı. İndi Müəllimə, bir dənə bağışlayın, sözünüzü kəsirəm. 9-da alınmır sabah. yox, 9-da 11-cilərim var. Yaxşı. Bugün yox idi. Aha. 12-də 1, 4-də 2, 3-də 15, 6-da 4. Ən kiçiyini tapın deyir. Nərmin, gəl belə eləyək. Ortaq məxrəc sabahda bunlara 12, 4, 3, 6-ya. Düz deyilmi? Bəli. Neçədir Nərmin ortaq məxrəc? Ən böyüyü hansıdır? 12. 12, 4, 3, 6-ya bölünürsə, elə 12-nin özünü götür. Yaxşımı? Bəli. Bölünürsə 2 qatını götür. Qatı nə deməkdir? Vurma 2 dəfə artırır. 24 yəni. 12, 12'ye bölürəm. 1, 12'ni 4'e bölürəm. 3, 12'ni 3'e bölürəm. 4, 12'ni 6'ya bölürəm. 2. Üstündəkini Müəllimə, ən kiçiyi 12-də 1-dir. ən kiçiyi neçədir? 12'de 1. 12-də 1. Aydın oldu mu? Bəli, müəllimə. Sonra 18'de 1, 9'da 2, 6'da 5, 3'də 2. İndi ən böyüyünü tapın deyir. Nə edəcəm Nərmin? 1'e 2'ye 5'e 9'a yoxsa 18'e 9'a 6'ya 3'e. Hansı o orta mühariz tapmaq asansa o yolla eləmək. Müəllimə 18 ilə 9-a ortaq məxrəc. Müəllimə elə 18-in özü də. 18, 18, 18, 18, 18. 6, 2, 2, 1. 1, 4, 10, 12. Oldu mu belə? Bəli, müəllimə. Hansı ən böyükdür? Müəllimə 6-da, yox, 3-də 2. 3'də 2. Hər kəs öz altından yaz. O şəkilini çəkim atın qrupa. Müəllimə, ekran kaydı olunmadı. Mən də istədim eləyim. Şəfa yazmışdı. Ekran kaydı olundu.